Almaniyadan hər kəsə salam. Bu videonu Almaniyadan qazilərimizə, veteranlarımıza və xüsusən ən first leveldə şəhid ailələrimizə. Əlbəttə ki, bir qismi. Bu videonu sizə görə çəkirəm. Ey qazilər, ey veteranlar, ey şəhid ailələri. TikTokda olan TikTokerlər. Sizi and verirəm Allahın gözəlliyinə, xahiş edirəm. Hər dəqiqə başı bir problemlərinizə şəhidin adını qatmayın. Hər dəqiqə başı problemlərinizə qazilik adını qatmayın. Hər dəqiqə başı problemlərinizə veteranlıq adını qatmayın. Utanırıq, abrınız olsun, həyavız olsun, həyavız yoxdursa iffətiniz olsun. Vallahi utanırıq, xəcalət çəkirik. Biz gedib Qarabağda Erməniyə güllə atmamışıq ki, bu günləri gəlib TikTokda, nə bilim, dişovka belə yüngül düşü məsələlərdə ən ali və ən yüksək məsələlərdən, məqamlardan istifadə edək. Dünənləri xəbərlərdə eşidirik, şəhid atası 25 manata görə şəhid atası öz gəlinini qətlə yetirdi. Ondan 2 gün bundan qabaq xəbərdə eşitmişik, bir dənə qazi az yaşlı uşağa təcavüz eləyib. Eləməyin belə, utanırıq. Mən həmişə demişəm, bu günləri də deyirəm, nə yaxşı o 90'larda Qarabağ müharibəsi oldu, nə yaxşı o 2020'də Qarabağ müharibəsi oldu. Yoxsa bugün biz özümüzü necə müdafiə eləyərdik, yoxsa bugün biz öz məsələmizdə necə özümüzü təmizə çıxarda bilərdik, utanırıq, eləməyin, yazıqdır mı millət? Vallahi yazıqdır. Şəhidinizə hörmət eləyin, o döyüş paltarınıza hörmət eləyin, canlı şəhidlərə hörmət eləyin, sahib olduğunuz statusu, öz şəxsi suyu məqsədlərinizə su istifadə eləməyin, utanırıq, ayıbdır. Vallahi o şəhidlərin ruhundan ayıbdır. Şəhidinizi də söydürürsünüz, veteranınızı da söydürürsünüz, qazinizi də söydürürsünüz. Bir onu bilirəm ki, bu cür əxlaqsız, yüngül yerlərdə o sözləri dilinizə gətirirsinizsə, vallahi hələ bir tərəfdən ona səbəbkardasınız. Çalışın, öz məsələnizi özünüz həll eləyin. Mənəvi dəyərlərinizə toxunmayın. Toxunmayın ki, alçatmasınlar. Salamət. مرا چشم